İnsan üç fərqli qütbə ayrılır. Bir ruhi, yəni bu bizim bu yüksəklikdə gedən belə də xətt çəksək əgər bu xəttədir. Bu sosialdır, qulaqlarımızdan belə xətt çəksək. Əslində xaç işarəsi də odur həm də, yəni belə eləyirlər. Hə, ruhi və bioloji müstəvilər. Bir də önə gedən və belə çəksək oxu belə, bu da insanın cismani bioloji müstəvisidir. Üç müstəvinin bütünlüyündən yaranır insan və bu üç müstəvinin balansını qorumaq lazımdır. Birini əskiklik verəndə artıq o çarx işləmir də, o həmin o üç dediyimiz üçdən biri axsayanda adamlar var ki, onun üçün problem deyil. Məsələn, Səttar Bəhlulzadə. Onun ruhu bir havalarda uçan bir adam idi, yəni əsərləri var idi. Onun üçün sosial həyat sıfır mahiyyət kəsb eləyirdi.